إنما المؤمنون الذين إذا ذكر الله وجلت قلوبهم. Amma qadağan olunan isə, Şeyx Səid deyir ki, qadağan olunan iki növdür. Birincisi haramdır və şirkə vasitədir. Misal üçün, qəbirlərə insan gedir, əl sürtür, üzünü sürtür və qəbirdə olan insanla, qəbir əhli ilə Allaha təvəssül eləyir, Allaha yaxınlaşır onlarla və o qəbrin yanında namaz qılır. Çünki qəbrin yanında namaz qılırsa, bu etiqad edir ki, bu qəbirdəki insan nəsə qeyri-adidir və bu yer də adi yer deyil. Əgər onu etiqad eləməsəydi, orada namaz qılmazdı, evində qılardı namaz və yaxud da məsciddə qılardı. Halbuki Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, Allaha ən sevimli yerlər məscidlərdir. Və həmçinin qadağan olunan, haram olan əməllərdən qəbrin üstünü tikmək, ucaltmaq qəbri və qəbrin yanında çıraq yandırmaq. Yəni adətdə olmayan, yəni adət deyəndə şəriət adəti qəsd olunur. Hansı ki, şəriətdə buyurulan formada olmayan başqa cür işlər etmək və onlara barəsində qəbirdəkilər haqqında həddi aşmaq. Hansı ki, onlar ibadətə layiq olmayan insanlardır. Çünki yaradılmışdır, məxluqdur, ibadətə layiq deyil. İbadətə layiq olan Allahdır, amma insan görsən, ibadətin hansısa növünü qəbirdəkinə yönəldir. Ondan nəsə umur. Və ikincisi isə böyük şirkdir. Qəbrə, yəni qəbrə ziyarət məsələsində birincisi haramdır, şirkə vasitədir, orada namaz qılır, orada nəsə sürtü, nəsə umur, təbarruk eləyir. İkinci böyük şirkdir ki, qəbirdəki insandan nəsə istəyir, ondan yardım istəyir, ehtiyacının ödənməsini ondan istəyir. Həm dünyavi ehtiyac olsun, istəyir axirət ehtiyacı olsun. Və bu da böyük şirkdir. İnsanı dindən çıxarır və bu da yəni bütpərəstlərin İslamdan öncə etdiyinin ta özüdür ki, onlar salih insanlar idi, ölüb gedənlər onların qəbirlərinə və yaxud da onların heykəllərinə ibadət edirdilər.